Onları yoxlatdırın. Sonra bu insanlar da bəzən deyir, hə, heç bir infeksiya yoxdur, hər şey gül kimidir. Ha, necə yoxlatmısan? Hə, silikdən analiz vermişəm. Yəni, buradan yenə deyirəm, həmən bu saydığım 5 dənə mikrob, bunlar, belə deyək də, bir quruluşa, yaxın quruluşlu varlıqlardır. Yəni, bunlar, belə deyək, qardaşdırlar. İçində ən aqressivi xlamidiyadır, sonra gəlir ureoplazma, sonra gəlir mikoplazma. Yəni, aqressivlik cəhətindən. Və bunlar ancaq canlı hüceyrədə yaşayır. Bunları silikdə tapmaq biraz problem məsələdir, başa düşürsünüzmü? Bunun ən yaxşı analizi uretra divarından götürülən sıyrıntıdır. Yəni, sıyrıntı, yaxma götürülür uretra divarından. Və onun əsasında PCR ilə daha yaxşı olar ki, olmayan yerdə nisbətən ucuz müayinə üsulu əkmədir, onunla da eləmək olar, amma daha dəqiq PCR-dir. Yəni, polimeraz zəncirvari reaksiya. Burada hətta həmən bu mikrobun bir hissəsi, çox az miqdarı kifayət edir ki, onun orada olmağı sübut olunsun. Yəni, yüksək səviyyəli, molekulyar səviyyədə bu analiz aparılır. Biraz bahalıdır, amma çox dəqiqdir, dəqiq məlumat verir, həkimi qabaqcadan məlumatlandırır və həkim də öz işini düzgün görür bu sonsuzluğun qarşısını almaq üçün. Və söhbət burada tək sonsuzluqdan getmir, eyni zamanda bu insanın gələcəyi var. Yəni, bu infeksiyalar tək kişi sonsuzluğu yaratmır ki, eyni zamanda cinsi zəiflik yaradır, eyni zamanda erkən boşalma yaradır, eyni zamanda xlamidioz, bəzən ureoplazmanın bəzi variantları da gözdə, oynaqlarda iltihab yaradır, konjunktivit və artrit yaradırlar. Yəni, belə problemlər yaradırlar. Ona görə buna ciddi yanaşmaq lazımdır, analizləri keyfiyyətli vermək lazımdır, həkimin özünün götürməyini istəyin həmişə. Ki, keyfiyyətli analiz götürülsün, hansısa belə orta tibb işçisinin, yəni bu barədə məlumatı az olan adamın analiz götürməyindən imtina edin. Keyfiyyətli şəkildə həkimin özü tərəfindən götürülən analizlər və əksərən də sıyrıntı ilə, yəni qaşınma ilə götürülən, yəni sıyrıntı ilə götürülməli. Çünki oradan canlı hüceyrə götürmək lazımdır. Ola bilər bir balaca xoşa gəlməz olsun, biraz ağırlı olsun, amma düzgün yolu budur. Başqa yolla verilən, həm spermada gedib infeksiya axtarır.